Noyabr ayında enerjisi ağır olacaq, daha çox sınaqlardan keçəcək, ən çətin dövr yaşayan bürclər bunlardır. Əqrəb. Ümumi təhlil. Daxili gərginlik, köhnə problemlərin yenidən ortaya çıxması, münasibətlərdə anlaşılmazlıqlar mümkündür. Enerji dəyişimi güclüdür. Qısa məsləhət, tələsmə, qərarları sakit analiz et. Dolça ümumi təhlil. Maliyyə tərəfdən sıxıntı, gözlənilməyən xərclər, həmçinin yorucu insanlarla qarşılaşmaq mümkündür. Qısa məsləhət. Büdcəni qorumaq və lazımsız adamlardan uzaq durmaq ən yaxşıdır. Oğlaq ümumi təhlil. İş və məsuliyyət yükü artır. Noyabrda hər detalları tək çəkmək yorucu ola bilər. Ailə içi narahatlıq da mümkündür. Qısa məsləhət, dəstək almaqdan çəkinmə. Qız ümumi təhlil. Duyğusal gərginlik, keçmişdən gələn məsələlərlə üzləşmə var. Hər şeyə çox həssas yanaşa bilərsən. Qısa məsləhət, özünü yormayan qərarlar ver. Xərçəng ümumi təhlil, ev, ailə, yaxınlarla bağlı narahatlıqlar mümkündür. Enerjin tez düşüb qalxa bilər. Qısa məsləhət, sakitlik və özünəqulluğu artır. İstəsən bu bürclərin hər biri